Net serialı 409. ve 410. bölüm analizi. Değerli izleyiciler, videolara beğeni az gelir. Zəhmət olmasa videonu beğenmeyi yaddan çıxartmayın. Nəhayət Tahir'in iç üzü açıldı. Başı Dilarəyə qarışıq olduğu üçün qardaşını yaddan çıxaran Tural gecdə olsa anası ilə birlikdə Tahir'i iş üstündə yaxaladı. Yerində donup qalan Almaz, biricik şəhzadəsinin zəhrimara qurşandığını qəbul edə bilmir. Ancaq hər şey göz qabağındadır. Yaşar bu bəlanın nə qədər təhlükəli olduğunu oğluna başa salsa da müalicə almaqdan başqa çarəsinin olmadığını yaxşı başa düşür. Müalicədən əlavə Tahir elə iradəyə malik olmalıdır ki, bir daha zəhrimara qurşanmasın. Ona görə də Yaşar oğlunun hər hərəkətindən xəbərdar olması üçün bir nəfər tapmalıdır. Yoxsa Tahir müalicəni yarıda qoyub yenidən zəhrimara qurşanacaq. Arzu ilə birlikdə şəklini çəkib Yaşarı ələ salan Mahir eynən Kamranın yolunu gedir. İndi də Almazın ağlına girərək ona qarşı xəyanət etdiyini düşünməsini istəyir. Arzunun isə Mahirdən fərqli olaraq Yaşara qarşı niyyəti pis deyil. Sadəcə bibisinin əməliyyatı üçün çalışıb çabalayırdı. Əgər Yaşarın gözü Almaz